Hamıya salam. Bu günləri sizə cəmi bir neçə dəqiqəyə hazırlanan pambıq kimi yumşaq və çox ləzzətli aladji reseptini təqdim edirəm. İlıq qatığın içərisinə soda əlavə edib qarışdırırıq. Sonra dərin bir qaba töküb üzərinə yumurta, şəkər tozu və duz əlavə edib yaxşıca qarışdırırıq. Unu ələkdən keçirərək hissə-hissə qarışıma əlavə edirik. Baxın dostlar, xəmirimiz eyni ilə bu qatılıqda hamar və axıcı olmalıdır. Tavaya biraz duru yağ əlavə edib qızdırırıq. Xəmiri sıxma torbasına doldurub tavaya kiçik dairələr şəklində sıxırıq. Bu üsul həm daha səliqəli olur, həm də işimizi xeyli asanlaşdırır. Aladjilərimizi orta atəşdə qapağı örtülü halda hər iki tərəfli qızardırıq. Bir tərəfi qızardıqda çevirib digər tərəfini qızardanda artıq tavanın qapağını örtməyə ehtiyac yoxdur. Və budur dostlar, aladjilərimiz hazırdır. Səhər yeməyi üçün mükəmməl bir seçimdir. Üzərinə istəyə görə qatılaşdırılmış süd, bal və ya şokolad döküb servis edə bilərsiniz. İçərisi pambıq kimidir, mütləq yoxlayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomu bəyəndisə rəy yazmağı və abunə olmağı unutmayın. Hələlik.